BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində mayın 18-də Urban Expo sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, VUF 13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin məskunlaşma proqramının icraçı direktoru Ana Claudia Rosbachın iştirakı ilə sərginin rəmzi açılışını bildirən nitq kəsilib. Xatırladaq ki, 3,5 hektar ərazini əhatə edən Urban Expo sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir. Sərgi həmçinin hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin VUF 13-ün hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslər irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma rolunu oynayır. Urban Expo iştirakçıları qlobal mənzil böhranı üzrə praktiki həll yolları ilə tanış edən immersiv sərgidir. Burada mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiya, müəssisərlik və inklusiv şəhərsalma sahələri üzrə böyük milli pavilyonlardan icma əsaslı təşəbbüslər və startap innovasiyalarına qədər müxtəlif yanaşmalar nümayiş olunur.